Xırdalan şəhərinin tam olaraq mərkəzində, 2 və 9 saylı məktəblərin yaxınlığında, 5 mərtəbəli eksperimental layihənin 4-cü mərtəbəsində ideal təmirli, mükəmməl şəkildə şəxsi istifadə üçün təmir olunmuş belə bir gözəl, qanuni, yelçəkən 3 otaqlı mənzil təqdim edirəm sizlərə. Təbii ki, mənzilimizin sənədi kupçadır. Qeyd etdiyim kimi, şəxsi istifadə üçün ideal şəkildə təmir olunub, təmirində yüksək keyfiyyətli materiallardan istifadə olunub. Təmirdən sonra çox az bir müddət yaşayış olub. Binamız köhnə tikililər içərisində ən yenilisindən biridir, yəni sonuncu tikililərdəndir. Daş binadır, gözəl bir layihədir. Qonaq otağının genişliyini görürsünüz, çox gözəl, səliqəli şəkildə. Bakı Humanitar Kollecinə də yaxındır. Yəni binanın tam qarşısından 119 nömrəli avtobus birbaşa şəhərə işləyir. Əsas giriş qapısı. Giriş qapıdan daxil olduq. Belə bir dəhlizimizdir. Geniş ölçüdə. Sağda qonaq otağını sizlər üçün təqdim etdim. Gördüyünüz kimi. Solda yerləşir mənzilimizin uşaq otağı. Görürsünüz. Gözəl mebellərlə təchiz olunub. Amma burada mebellər qalmayacaq təbii ki. Evdə müəyyən əşyalar qalacaq. Onlar da real alıcı ilə ev sahibi birbaşa özü dəqiqləşdirəcək. Əla təkliflərdən biridir bugünkü gündə. Təmir səviyyəsinə görə, yerləşmə yerinə görə çox əla bir qiymətə təklif olunur, dəyərli izləyicilərimiz. Burada yerləşir digər otağımız. Yataq otağıdır bu da. Bunun da özünə məxsus pəncərəsi var. Yelçəkən proyekti binanın hər iki tərəfinə çıxışı var. Belə bir gözəl səliqəli. Bu otaqda gördüyümüz mebellər hamısı mənzildə qalır. İndi isə sizə təqdim edəcəm mənzilimizin mətbəxini və sanuzel qovşağını. Yerləşir burada evimizin girişində qardırobdur. Bu da qalacaq təbii ki. Sanuzel qovşağıdır. Bütün aksesuarlarla təchiz olunub. Tam aksesuarlı şəkildə. Burada isə mənzilimizin mətbəxi yerləşir. Mənzilin istilik sistemi, kombi sistemidir. Metlaq olan hissələr hər biri isti döşəmədir. Kupçalı mənzildir. Kupça hazır əldədir. Alqı-satqıya birbaşa getmək mümkündür. Bu da gözəl səliqəli mətbəximizin mebelini. Kombimiz də burada quraşdırılıb. Gördüyümüz şəkildə. Dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilirsiniz. Nömrələrimiz səhifədə var. Sizin də satışda mənzilləriniz varsa, buyurub bizə müraciət edə bilirsiniz. Mənzilimizin satış qiyməti elanın başlıq bölməsində qeyd olunub, buyurub oradan baxa bilərsiniz. Bu günə bu qədər.